Sual 29. 250 qram 20% duz məhlulunu doymuş hala gətirmək üçün məhlula 70 qram duz əlavə edilmişdir. Duzun həll olma əmsalı neçə qram ölçüsü litr olar? Dəyərli dostlar, bizə nə verilmiş? 250 qram 20%li məhlul. Bu məhlulun ümumi kütləsidir. Əgər bunun 20%-ni duz təşkil edirsə, 250-nin 20%-ni tapıram. 250-nin 20%-i eləyəcək 50 qram. Deməli, mənim əlimdə 50 qram duz var hal-hazırda. Yerdə qalan miqdar, yəni 80% isə nəymiş dəyərli dostlar? 80% isə olacaq su. 250 qram, 50 qramı əgər duzsa, 200 qramı da olacaq su. Bizə deyir ki, 70 qram duz əlavə edək. Tamam, üstünə gələm 70 qram duz. Deməli, duzun ümumi kütləsi nə qədər oldu? 50 üstə gələm 70 elədi, 120 qram. Bizə deyir ki, həll olma əmsalı neçə qram ölçü litrdir? Dəyərli dostlar, KH buradan bərabər olacaq. Həll olan maddə, yəni 120 qram. Baxın, duz həll olan maddə idi. Həll edici, yəni 200. Buradan da vururuq onu 1000-ə. Dostlar, bu deməli, bununla bu ixtisarçısın 5, 120-də 5 oranında eləcək 600. Yəni, düzgün cavabımız olacaq D variantı. Sual 30. 400 qram 20%li duz məhlulu. Dəyərli dostlar, 400 qram 20%li məhlulumuz var. Bunun 20% eləyəcək 80 qram. Yerdə qalan, deməli 400-ün 20%-i elədi 80 qram. Bu duzun kütləsidir. Yerdə qalan kütlə, yəni 400-dən 80 qram eləyir 320 qram da olacaq su. İndi bizə nə dedi? Dedi ki, doymuş hala gətirmək üçün məhludakı suyun yarısı buxarlandırılır. Dəyərli şagirdlər, çox vaxtda şagirdlərin etdiyi xəta nədir? Götürürlər, məhlulun kütləsini yarıya bölürlər. Yox, məhlulun kütləsi yox. Oradakı suyun kütləsini. Yəni, 320-ni 2-yə böləcək, bu da eləyəcək 160 qram su. Indi bu hala gələndən sonra duzun həll olma əmsalını tapın. Duzun həll olma əmsalını tapmaq üçün, yəni KH-ı tapmaq üçün həll olan maddənin kütləsini, yəni 80 qramı, böləcəm həll edicinin kütləsini, yəni 160-a, bunu da vuracam 1000-ə. Buna bu ixtisar 2 dəfə, 1000-də 2-yə böləndə eləyəcək 500. Yəni doğru cavabımız olacaq B variantı. Sual 31. 800 qram 20%li duz məhlulu. Dəyərli dostlar, 800 qram məhlulumuz var və 20%li duzdur. Yəni bunun 20%-i, qısası 160 qramı duzdur. 800-ün 20%-i 160 qram elədir. Yerdə qalan miqdardır, yəni 800-dən 160 qram qalır 640 qram da burada nə varmış? Su varmış. İndi bizə nə deyir? Deyir ki, doymuş hala gətirmək üçün suyun yarısı buxarlandırılıb. Baxın, suyun yarısı. Yəni, buradakı 640-ı 2-yə böləcəm, bu da eləyəcək 320 qram su. Sonra nə deyir? Bundan sonra deyir, duzun həll olma əmsalını tapın. Dəyərli dostlar, duzun həll olma əmsalı KH idi. KH da bərabərdir. Həll olan maddə, yəni 160, bölünsün həll edici, yəni 320 və bunu şiddətli bir şəkildə 1000-ə vuracaq. Dostlar, bunlar ixtisarca 2 qalacaq. 1000-də 2 yerə böləndə eləyəcək 500. Yəni, düzgün cavabımız olacaq A variantı. Sual 32. Bizə qəşəng bir dənə qrafik verib və deyir ki, qrafik əsasən X maddəsinin həll olma əmsalını müəyyən eləyin. Dostlar, bizə nə verilmiş? Məhlul verilib. Baxın, kütləsi də 200-dür. Deməli, məhlulumuz elədi 200. Həll olan maddənin isə fikir verin, M qədər verib. Həll olan bərabərdir M. Onda həll edicinin kütləsini rahat şəkildə tapa bilərik. Məhlul ümumi idi. Onun bir hissəsi həll olansa, yerdə qalan da həll edicidir. Yəni, onda həll edicini tapmaq üçün 200-dən çıxacam M-i. Həll edicini də tapdıq. Bizdə nə istəyir? KH istəyir. KH da bərabərdir. Həll olanı, yəni M-i böləcəm, həll edici, yəni 200 çıxılsın M-ə. Bir də vuracam bunu 1000-ə. 1000M bölünsün, 200 çıxılsın M. Görək, elə bir şey varmı? 1000M, yəni A variantı olacaq. Sadəcə, burada yaxşı olardı ki, həll edicinin su olduğu deyilsin. Çünki, məsələn, həll edici əgər su olmazsa, biz burada kütlələrdən söhbət eləmişik. Hal-hazırda su olmazsa, yəni başqa maddə olarsa, bu doğru ifadə olmur. Nəsə, inşallah ki, gələn dəfələrdə yəqin ki, bunu nəzərə alarlar. Sual 33.
Bizə bir gözəl bir qrafik verilmiş. Qrafikdə həll olan, daha sonra məhlulun kütləsi verilmiş. Baxın, bu məhlulun kütləsidir, bu da həll olanın kütləsidir. Və bizə KH istəyir. Deməli, məhlulumuz nədən ibarətdir? İlk öncə məhlulumuz ibarətdir həll olandan və həll edicidən. Əgər bizim məhlulumuz cəmi 300-dürsə, həll olan maddəmizdə əgər M-dirsə, baxın, burada verilibdir M-dirsə, onda həll edici də olacaq 300 çıxılsın M olacaq. Və KH-ı tapmaq istəyiriksə, nə edəcəyik? Həll olanı, yəni M-i böləcəyik həll ediciyə, yəni 300 çıxılsın M-ə. Bir də bunu vuracağıq şiddətli şəkildə 1000-ə, yəni 1000 M bölünsün, nə bilim, 300 çıxılsın M, yəni D variantı olacaq, doğru cavab. Sual 34. Nə doğrudur? Deməli, bizə X maddəsinin həll olma əmsalının temperaturdan asılılığını verib və görürsünüz ki, yüksələn xətlə irəliyib. Deməli, belə çıxır ki, X maddəsi bərk maddədir. Çünki bərk maddənin həll olması temperaturdan düz asılıdır. Amma fikir verin, Y isə azalan xətlə veribdir. Yəni, Y-in həll olması temperaturdan tərs asılıdır. Onda belə çıxır ki, Y olacaq qaz halında maddə. İndi fikirlərə baxaq. Deyir ki, Y maddəsi kalium NO3 ola bilər. Dostlar, kalium NO3 bərk maddədir. Y kalium NO3 ola bilməz. Bu getdi. Ona görə bir olan variantları çıxırıq. X maddəsi oksigen ola bilər. X maddəsi oksigen ola bilməz. Niyə? Çünki X maddəsi bərk maddədir. Oksigen isə qaz halında olan maddədir. Ona görə bu variantda getdi. Düzgün cavabımız yalnız 3, yəni C variantı olacaq. Y maddəsi azot ola bilər. Bəli, azot qaz halında olan maddədir. Ona görə bu ola bilər. Sual 35. Sualın bir hissəsi buradadır, digər hissəsi də o biri səhifədədir. Mən burada nəticəni çıxaracam, ondan sonra keçəcəyik o biri səhifəyə. Dostlar, bizə maddələr verib, həll olma əmsalını veribdir və sonra temperaturdan asılığı. Baxın, temperaturu 20-dən 50-yə qaldırıblar, yəni temperaturu artırıblar. X-in həll olma əmsalına fikir verin, 300-dən 400-ə doğru getdi. Yəni, X-in həll olma əmsalı artdı. Biz də demişik ki, bərk maddənin həll olması temperaturdan düz asılıdır. Əgər temperatur artdıqca, bunun da həll olması artıbsa, deməli, X-imiz bərk maddədir. Y-ə baxın, 500-dən 470-ə düşüb. Temperatur artdıqca 500-dən 470-ə düşüb. Onda belə çıxır ki, bunun həll olma əmsalı azalıb. Biz də demişik ki, qazların həll olması temperaturla tərs asılıdır. İndi buradan bu nəticəni çıxartdıq. X bərkdir, Y qazdır. Davam edək. Qrafika diqqət edək. 3 dənə mübarək qrafik verib. Deyir ki, yazaq bura, X-imiz bərk maddə idi, Y-imiz qazı idi. Bu nəticəyə gəlmişdik. Deyir ki, X təzyiqlə, X-in həll olma əmsalı təzyiqdən asılı deyil. Fikir verin, düymələrim düzdür, asılı deyil. Bu doğru ifadə idi. Bərk maddənin həll olması təzyiqdən asılı deyildi. X də bərk maddə olduğundan bu doğru ifadədir. 2-yə baxırıq. 2-də deyir ki, təzyiqlə Y düz asılıdır. Y qaz idi, qazların həll olmasına təzyiq müsbət təsir edir. Yəni, bu qrafikdə doğrudur, 1-2 doğrudur. Sonra deyir ki, X-in həll olmasına təzyiq mənfi təsir edir. Dostlar, X bərk maddədir. Bərk maddənin həll olmasına təzyiq təsir edə bilməz. Ona görə bu qrafik yanlışdır. Düzgün cavabımız 1-2, yəni Y variantıdır. Sual 36. X, Y, Z maddələrinin həll olma əyrilərinə əsasən ifadələrdən hansılar doğrudur? Eyni şəraitdə X-in həll olması daha azdır. Dəyərli dostlar, bir dənə diqqət eləyək. Deyir ki, eyni şəraitdə X-in həll olması daha azdır. Gəlin, birinci elə temperaturu götürək. Fikir verin, X-in həll olması zirvədədir. Onda belə çıxır ki, bu ifadə doğru deyil. Bu getdi. Mən doğrunu axtarıram. Deyir ki, T1 temperaturunda Z-in həll olması daha azdır. Gəlin, T1 temperaturuna diqqət edək. Bəli, ən aşağıda biz Z-i görürük. Z-in həll olması daha aşağıdır. Deməli, bu doğru ifadədir. T2 temperaturunda Y-in həll olması Z-in həll olmasından çoxdur. T2 temperaturunda Z-in həll olması, baxın, bu nöqtədədir. Amma Y-in həll olması, baxın, bu nöqtədədir. Y-in həll olması Z-in həll olmasından artıqdır. Ona görə düzgün cavabımız 2, 3, yəni olacaq C variantı. Sual 37. X, Y və Z maddələrinin həll olma əyrilərinə əsasən ifadələrdən hansıları doğrudur? Dəyərli dostlar, deyir ki, T1 temperaturunda Z-in həll olması daha azdır. T1 temperaturuna baxırıq.
Görürsünüz bu nöqtədə Z-in həll olması daha azdır. Bəli, bu doğru ifadədir. T2 temperaturunda Z-in həll olması Y-in həll olmasından azdır. T2 temperaturuna baxıram. Z-in həll olması Y-in həll olmasından bəli aşağıdadır. Bu da doğru ifadədir. T1 temperaturunda maddənin həll olma ardıcıllığı Z hamısından böyükdür deyir. Hamısından balaca da X-dir. Baxın, T1 temperaturunda Z hamısından balaca deyə ən aşağıdadır. Bu yanlış ifadədir. Ona görə düzgün cavabımız 1-2, yəni A variantı olacaq. Sual 38. Bizə deyir ki, 30 dərəcədə 200 qram suda X duzunu həll etdikdə 250 ml məhlul alınır. Həmin temperaturda bu duzun həll olma əmsalı 500 qram bölünsün litr olarsa, alınmış, doymuş məhlulun sıxlığını hesablayın. Dostlar, birinci baxın, bu məsələyə müxtəlif cür həll etmək olar. Mən məsələyə aşağıdan başlayıram. 500 qram bölünsün litr sözündən başlayıram. Bu həll olma əmsalı 500 qram bölünsün litr nə deməkdir? Bu o deməkdir ki, hər 1000 qram suda nə qədər? 500 qram maddə həll olur. 500 qram maddə həll olur. Məsələn, bir duz həll olur da indiyək ki. Hal-hazırda bizə deyir ki, 200 qram su verilib. Yaxşı, 500 qramda, bir də qoyun, biraz səliqəli yazaq. Bəs 200 qram su nə qədər maddəni həll edəcək? X qədər, bilmirəm. X də buradan bərabər olacaq. Deməli, nə oldu? Bundan bu ixtisar getdi 2 dəfə, 100 elədi. Qısası, mənim əlimdə nə var idi? 200 qram su var idi, deyilmi? 200 qram su. Üstə gəlirəm. 100 qram da duz həll elədim burada. Bizə deməmişdi neçə qram duz həll edib. Mən tapdım ki, bu 100 qram da duz həll edib. 100 qram da duz həll edibsə, o zaman məhlulumuzun ümumi kütləsi nə olacaq? 300 qram məhlul olacaq. Deməli, bizə məhlulun kütləsini verdi. M məhlul bərabər oldu 300 qram. Və sonra bu gözünə döndüyüm bizə məhlulun həcmini də veribdir. Yəni, V məhlulu da bizə veribdir. Bu da neçədir? Bu da 250 millilitrdir. Məndən nə istəyir? Deyir ki, alınmış doymuş məhlulun sıxlığını hesablayın. Sıxlıq da bərabərdir. Rho məhlul bərabərdir. M məhlul bölünsün V məhlul idi. Bu da bərabərdir. M məhlul 300-dür, V məhlul da 250-dir. 300-ü də şiddətli bir şəkildə 250-yə böldükdə eləyəcək 1/2, yəni doğru cavabımız olacaq Y variantı. Sual 39. Müəyyən temperaturda 32,2 qram natrium sulfat vurusunu 10 molekul H2O kristal hidratının 82 qram suda həll etdikdə doymuş məhlul əmələ gəlir. Natrium sulfatın həmin temperaturda həll olma əmsalını hesablayın. Dəyərli dostlar, baxın, nə verilib? Natrium 2SO4 vurulsun 10 molekul su. Əgər bizə bundan 1 mol versəydi bu kristal hidratdan, 1 molun kütləsinə baxın, 322 qramdır. Aşağıda veribdir. Və bu 322 qramın 142-sinə fikir verin, natrium sulfatdır. Yəni, əgər 322 olsaydı, bunun 142-si olacaqdı natrium sulfat. Yerdə qalan miqdarı, yəni 322-dən 142 çıxıram. Yerdə nə qalacaq? 180 qram da olacaqdı su. Amma indi bizə nə verib? 32,2 qram verib. Bu maddədən hal-hazırda 32,2 qram veribdir. Dostlar, onda burada olan natrium sulfatı miqdarı fikir verin. 322 olanda 142 qram idi. İndi 32,2-dir. Nə qədər olacaq? 10 dəfə aşağı. Yəni 14,2 qram natrium 2 SO4 var deyəcəyik biz burada. Bəs suyun miqdarı nə qədər olacaq? 32,2-dən 14,2-ni çıxıram, eləyir 18 qram da burada nə var? Su var. Mənə nə deyir? Deyir ki, bunun üstünə 82 qram da su gəlir. Tamam, bu suyun üstünə 82 qram da əgər mən su gəlsəm, onda suyun miqdarı nə qədər olacaq? 100 qram cəmi su olacaq. Sonra mənə nə deyir? Deyir ki, həll olma əmsalını hesablayın. KH bərabərdir. Həll olan maddənin kütləsi, yəni 14,2 bölünsün, həll edici, yəni 100, vurulsun 1000. Bu da eləyəcək 142, yəni D variantı.